Salam əziz izləyicilər və fikir yığınan takipçiləri. Bugün sizlərin qarşısında süni intellekt ilə necə şəkilləri hərəkət etdirmək olar, bunun haqqında sizlərə məlumat verəcəm. Dostlar, bu videonun məqsədi, yəni ki, süni intellektlə fərqli şəkilləri hərəkət etdirmək. Bu öz şəklinizdə ola bilər və yaxud da fərqli şəkillər ola bilər. Onları hərəkət etdirmək üçün hansı proqramdan istifadə edilir və hansı saytdan istifadə edilir, bunun haqqında sizlərə məlumat verəcəm. Həqiqətən bu süni intellekt getdikcə inkişaf edir dostlar. Bunun axırı hara gedəcək mən də bilmirəm. Yəni çox qorxuducudur. Çox uzatmadan keçək kompüterimizin ekranına və bu sayt nədir və hansı proqramdan istifadə edə bilərik, bunu sizlərə göstərim. Dostlar, keçdik kompüterimizə. Həqiqətən bu yapay zeka, yəni AI, həqiqətən bu hara gedir? Dostlar, şəkilləri hərəkət etdirir. Bəlkə də videolarda çox görmüş olarsınız. Həqiqətən çox inandırıcı olur. Yəni ki, hər hansısa bir videolar çıxır, yapay zekanın düzəlmə videolardır və şəkilləri hərəkət etdirirsiniz və yaxud da öz şəkliniz də ola bilər. Yəni hardasa bir seçdiyiniz bir şəkil, fərqi yoxdur, harda olur olsun, onu hərəkət etdirir və həqiqətən elə bir realdır. Yəni bunun axırı necə olur? Yəni çox müəmmalıdır, yəni ki, bir məsələdir. Yəni çox qorxuducu, həqiqətən çox qorxuducudur. Yəni bu saytımız budur. Bunun da linkini videonun açıqlamalarına əlavə edərəm. Baxın, bu şəkildə saytdır. Yəni bu linkə daxil olduqda belə bir ekran çıxacaq. Ekran çıxdıqda burada gördüyünüz kimi bir dənə seçənəyimiz var. Bu seçənəyə bir kərə klik edirik. Klik etdikdə burada bizə fərqli seçənəklər verir. Hansı ki, misal üçün, burada siz şəkli hərəkət etdirmək istəyirsiniz və yaxud da burada bir dənə də seçənək var. Bunu açıqcası istifadə eləməmişəm. Burada bir də video var. Bu, yəni ki, siz video düzəltdirmək istəyirsinizsə, yapay zekaya fərqli promptlar yazaraq, yəni ki, videolar düzəltdirə bilirsiniz və yaxud da şəkil. Mən ilk bugün şəkil üçün olanı istifadə edəcəm. Daha sonraki videolarımızda fərqli yapay zekanın, yəni ki, videolar düzəltdirə bilərik. Şəkil seçənəyini bir kərə klik edirəm. Mən burada fərqli şəkillər eləmişəm, yəni ki, şəkilləri hərəkət etdirmişəm. Dostlar, belə bir ekran gəlir. Hansı ki, ChatGPT kimi, Google Gmail kimi burada yəni məntiq var. Hansı ki, yazırsınız və ya şəkil göndərirsiniz, belə ChatGPT-yə oxşayır. Burada şəkil bölməsi var. Yəni ki, hər hansısa bir şəkli seçmək üçün bu bölmə upload bölməsini sıxırsınız. Upload bölməsini sıxdıqda, misal üçün burada mənim bir dənə şəklim var, örnək olaraq seçmişəm. Siz də istəsəz fərqli şəkillər seçə bilərsiniz dostlar. Misal üçün burada məsələn bu şəkli seçmək istəyirəm. Fərqi yoxdur da, indi siz nə istəsəniz seçə bilərsiniz və burada prompt yazırsınız. İngilis dilində yazsınız daha yaxşı olur. Mən burada avtomatik özümdən bir prompt yazmışam. Yəni ki, siz istəsəniz fərqli bir seçənək yaza bilərsiniz. Yəni ingilis dilində də bu necə yazılır? Yəni misal üçün burada ingilis dilini seçirik və yaxud da burada mən belə bir prompt yazıram. Mən türkcə yazıram dostlar. Siz istəsəniz Azərbaycan dilində yaza bilərsiniz. Burada Azərbaycan dilində seçim və türk dilində yazmayım. Bu şəkildə bir yazı yazıram və bunu kopyalayıram. Kopyaladıqdan sonra buradakı prompt bölməsində yazıram. Yəni istədiyim nədirsə onu yazıram və göndərirəm dostlar. Burada biraz gözləyirik. Videonu düzəltməyə biraz vaxt çəkir. Yəni çox vaxt çəkmir adətən. Yəni 3-4 dəqiqəyə hazır eləyir. Baxaq görək nə kimi bizə video çıxardacaq. Baxın dostlar, şəkli hərəkət etdirir. İndi bu video tam açılsın. Baxın dostlar, həqiqətən elə bir, yəni ki, doğrudan da, baxın gördüyünüz kimi dostlar, çox super videolar düzəldir. Fərqli bir şəkildə yükləyib baxmaq istəyirəm. Misal üçün, buradan bir dənə fərqli şəkil çəkim. Bunu seçmək olar, bunun düzdür videosunu çəkmişəm. Baxın, burada, yəni ki, bu da yapay zekanın düzəlmə bir şəkildə öz şəklinizdə yükləyə bilərsiniz. Yəni ki, öz şəklinizdə yükləyə bilərik. Baxın, gördüyünüz kimi belə bir seçənəkdir. Burada, misal üçün, yazıram ki, gəl öz şəklimizi yükləyək. Görək burada nə effekt verəcək. Mənim burada bir dənə şəklim var. Qaleriyaya daxil olaq. Burada öz şəklim var. Bunu seçirəm. Burada yazıram. Bu şəkildə yazıram və kopyalayıb promptunu və açıqlama bölməsində yazıb göndəririm. Bunun limiti açıqcası bilmirəm nə qədərdir dostlar. Yəni ki, bunda çox güman ki, limit var. Yəni aylıq nə qədərsə şəkil düzəldə bilərsiniz. Təbii ki, ödənişli olacaq, amma yəni ki, mən bəlkə də bir
10-15 dənə şəkil düzəltdirmişəm. Heç bir məhdudiyyət olmuyor. Baxın, şəklimiz düzəldi. Yəni bu mənim şəklimdir. Açılsın, baxaq görüm nə kimi effekt verəcək. Baxın dostlar, buna baxın. Yəni şəkli həqiqətən çox super effekt verir da. Yəni buna baxıb bilməzsiniz ki, həqiqətən bu adam özü danışır, yoxsa yəni ki, mən özüm burada danışmıram, sadəcə şəklimdir. Amma gördüyünüz kimi daha dostlar, baxın necə. Burada reklamı düşür. Təbii ki, indi bu reklam düşməyə normal haldır. Yəni fərqli-fərqli şəkillər yükləyib bunu hərəkət elətdirə bilərsiniz. Qeyd edim ki, saytın linkində videonun açıqlama bölməsinə əlavə edərəm. Dostlar, videomuz bu qədər idi. Belə videoların davamını gəlmək istəyirsinizsə, belə maraqlı videolar, maraqlı saytlar görmək istəyirsinizsə, kanalımıza abunə olun və bizə dəstək olun ki, belə videolarla sizlərin qarşısında olaq. Təqdim etdiyi fikirli kanal.